Bu millət göstərir ki, düşmənlərinə, dostlarına, düşmənlərinə göstərir ki, mən böyüyəm, mən güclüyəm, mən əzəmətliyəm. Salam şəhid atası, sən necə qürurlusan, dağ boyda oğlun gedib, yenə də ki, dik durmusan. Bugün 8 noyabr Azərbaycan tarixinin unudulmaz səhifələrindən biridir. Məhz bu tarixdə 5 il öncə xalqımızın qəlbindəki 30 illik həsrət sona çatdı. Müzəffər Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi. Biz illər sonra zəfər kəlməsini sözün əsl mənasında yaşadıq. Biz bu zəfəri vətən uğrunda canlarını fəda edən şəhidlərimizə, qazilərimizə, torpaq uğrunda döyüşən hər bir vətən övladına borcluyuq. Hazırda hərbi memorial kompleksdəyik. Bugün hər kəs bura axın edərək gəlir şəhidlərimizin ruhunu hörmətlə, qürurla yad edir. Azərbaycan Respublikasında olan şəhidlərimiz, qazilərimiz bu zəfəri bizə bəxş eləyib. Allah onların ruhlarını şad eləsin, şəhidlərimizin. Qazilərimizə can sağlığı versin ki, 30 illik həsrətdən Azərbaycanı qurtardılar. Çox sağ olsunlar. Bir daha Azərbaycanda müharibə olmasın, analar gözü yaşlı qalmasın, evlatlar ata yolu gözləməsin, ağrımasınlar, acımasınlar. Ölkəmizə sülh yaraşır, həmişə ölkəmizdə sülh bayramı olsun. Bugün səhərimizi fərqli açdıq. Telefonumu açdım, bir mesaj gəlib. Mesaj Ceyhunun müəllimi Əzzağa müəllimdən idi. Mesajın sonunda Xankəndi sözünü görmək çox duyğulandı. Zəfər indi hiss olundu. Həqiqətən bugün Azərbaycan xalqı Xankəndindən mesaj, bayram təbriki, zəfər təbriki qəbul edirsə, bu duyğulu anlardır. Zəfəriniz mübarək, əziz şəhidim. Zəfərin bünövrəsini sən qoydun. Aşk. Hər nə qədər bu status, bu vəziyyət bizim üçün çox ağır olsa da, biz başqa bir bugün qürurluyuq. Çünki şəhid ailəsi olmağın özü də ayrıca bir, necə deyim, ayrıca bir qürur verici bir şeydir. Hər adama nəsib olmur. Bu vətənə hər zaman toy-büsat, bayram yaraşır. Çünki 30 il biz Qarabağ həsrəti ilə yaşamışıq və bu oğullar bizə bu vətəndə azad yaşamağı, rahat nəfəs almağı nəsib elədilər. Bu müharibə heç bir müharibəyə bənzəmirdi. Bu artıq xalqın mübarizəsi idi. Və bu günlərin Azərbaycan xalqının firavan yaşamağı, azad yaşamağın səbəbkarı bizim şəhidlərimizdir. Allah şəhidlərimizə rəhmət eləsin. Bu bayram bizim müstəqilliyimizin təntənəsidir. Bizim suverenliyimizin təntənəsidir. Və nə xoşbəxtdir ki, bax bugün bura baxıram, mənim ürəyim qürur hissindən dolur. Nə xoşbəxtdir ki, böyüklü kiçikli bu saat ailələr hamısı uşaqlarıyla, körpələrlə, yoldaşlarının hamı buradadır, şəhidlərimizi yad eləyirlər. O gün olsun ki, bizim dövlətimiz gündən-günə ucalsın, xalqımız firavan yaşasın və millətimdən də onu arzu eləyərəm ki, xalqımız daima şəhidlərimizi, bu anım yerini daima yad eləsinlər, şəhidlərimizi heç bir zaman, veteranlarımızı, qazilərimizi heç bir zaman unutmasınlar. Döyüş yenə də olsa, biz yenə də bir yaralı canımızdan yenə də hazırıq o döyüşlərə.